Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlər ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyevin dostluq əlaqələrinin inkişafındakı rolu isə xüsusilə qeyd edilməlidir. Serbiyanın şimalı üçün əhəmiyyətli olacaq. Macarıstanla sərhədə yük daşınmasını sürətləndirəcək Bakı, Brek, Sombor, Kula, Vrbas, Sırbobran magistralının tikintisinə dair imzalanma mərasimində Serbiya prezidenti Aleksandar Vučić belə deyib. Pozdravljam mom prijatelju i bratu Ilhanu Alijevu i Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb. Azərbaycanlı tərəfdaşlarımıza təşəkkür edir və dostum, qardaşım prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağı xahiş edirəm. Mən Azərbaycana səfərimi, həmçinin Air Serbiyanın Bakıya ilk reysinin açılmasını gözləyirəm ki, bu da Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və xalqlarımız arasında əlaqələrin güclənməsinə töhfə verəcək. Qeyd edək ki, Serbiya prezidentinin iştirakı ilə 185,5 kilometrlik Bakı, Brek, Sombor, Kula, Vrbas, Sırbobran sürət yolunun 94 kilometrlik birinci hissəsinə 46 körpü, 34 yol ötürücü, 5 tunel və 35 su ötürücü boru daxildir. Magistral yol boyunca 12 yol qovşağı planlaşdırılır. Serbiya prezidenti Azərbaycan şirkətinə tam inandıqlarını və ona görə də işin daha tez yerinə yetiriləcəyini bildirib. Azvirt je uvijek ispunjavao svoje obaveze ne samo na vreme, već i... Bugün Azvirt şirkəti ilə bağlanan müqavilə Serbiya 2030-2035 planımızın əsas bəndlərindən biridir. Azvirt Serbiyada infrastruktur layihələrini həyata keçirmək təcrübəsinə malikdir. Azvirt həmişə öz öhdəliklərini nəinki vaxtında, əksər hallarda hətta vaxtından əvvəl ən yüksək keyfiyyətlə yerinə yetirib. Cənab Kamil Əliyevlə, onun əməkdaşları ilə danışdıq və mən ilk növbədə Sombordakı insanlara, eləcə də Kuala, Vrbas və bütün yerlərə demək istəyirəm ki, bu ilk hissə 2 il ərzində tamamlanacaq. Ovo je malo dalje prema Srbobranu jer moraju da izgrade tu petlju. Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev də əmin olduğunu bildirib ki, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan Azvirt Dost Serbiyanın iqtisadi inkişafına bundan sonra da töhfə verəcək. İmzalanma mərasimində Azvirtin baş direktoru Kamil Əliyev, maliyyə direktoru Elnur Əliyev, baş direktorun müavini Kənan Əliyev, eləcə də şirkətin Serbiya ofisinin nümayəndələri iştirak ediblər. Biz çox məmnunuq ki, Serbiyanın hökumətinin növbəti illər üçün mühüm bir yol layihəsinin icrası bizə həvalə olunub. Həmçində biz bir Azvirt şirkəti kimi təkcə yol və körpülər inşa etmirik. Biz eyni zamanda Azərbaycan Respublikası və Serbiya Respublikası arasında və xalqlar arasında körpülər, dostluq körpülərinin inşası ilə məşğuluq. Serbiya prezidenti cənab Aleksandar Vučićə, həm də Azərbaycan prezidenti cənab İlham Əliyevə biz onlara minnətdarıq ki, öz fəaliyyəti ilə gələcək nəsillərə qalacaq yeni layihələrin yaradılmasında çox çalışırlar. Çox sağ olsunlar, təşəkkür edirik. Sağ olun. Kamil Əliyev onda qeyd edib ki, Azərbaycan prezidentinin qayğısı və dəstəyi ilə Azvirt şirkəti Serbiya, Bosniya və Hersegovinada, Ukrayna və Qırğızistanda bir sıra mühüm layihələri tamamlayıb. Bəzilərinin inşası hazırda uğurla davam edir. Bundan başqa, Qarabağda icra olunan Füzuli, Zəngilan, Laçın beynəlxalq hava limanları, Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd, Əhmədbəyli, Füzuli, Şuşa, Kəlbəcər, Laçın avtomobil yollarının bir hissəsi, Füzuli, Hadrut, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 60 kilometrlik hissəsi, tikintisi davam edən Ələt Qargo terminalı və digər layihələr şirkətin son 5 il üzrə aktiv fəaliyyətinin tərkib hissəsidir.